bu ölkədə artacaq. Və sabah Avrozon üzrə noyabr ayının inflyasiya göstəriciləri açıqlanacaq və ilkin proqnozlar yüksək artımı göstərir. Qiymət artımı iqtisadi bərpanı çətinləşdirə, həmçinin istehlakçı və biznes segmentindən mənfi təsir göstərə bilər. Ekspertlər bunun Avrozona valyutası və ixrac balansına da təzyiq yaratdığını qeyd edirlər. Mövzunu iqtisadçı Murad Cəlalovla müzakirə edəcək. O bizə Almaniyadan bağlanır. Murad müəllim, buyurun, eşidirik sizi. Sabahki Avrozonadan olan gözləntiləriniz nədən ibarətdir? Avrozonada inflyasiya iyun ayındakı son hesablamalara görə təqrib olaraq 2,5% civarında təyin olundu. Bu da əvvəlki hesablamalardan bir qədər aşağı olmasını müşahidə edə bilərik. Amma ilin sonuna qədər yeni nəticələr tezliklə bildiriləcəkdir. Burada təqrib olaraq 2,5%-dən bir qədər aşağı olmasını müşahidə edə bilərik. Amma Avropa Mərkəzi Bankının forecastinginə görə 2025-ci ildə inflyasiya 2%-ə qədər enməli idi. Amma bunu müşahidə etmək mümkün olmadı. Təqribi olaraq yəqin ki 2026-cı ildə 2%-ə qədər endirilməsi nəzərdə tutulacaqdır. Bunun əsas böyük səbəblərindən biri enerji qiymətlərinin yüksək olması və eyni zamanda enerji tələbatının, idxalının yüksək olmasıdır. Həmçində xam malın qiymətlərində artımlardır ki, hansı ki istehsal olunan məhsulda marjın kiçik olması baxımından belə qiymətləri baha qiymətə təklif etmək mümkün olmur. Amma eyni dövr çərçivəsində ABŞ və Çin kimi böyük bir dövlətlərdə enerji qiymətlərinin Avropaya nisbətdə qat-qat aşağı olması istehsal mallarının ümumi qiymətlərinin də aşağı olması deməkdir. Bu baxımdan Avrozonada FX swaplarda, yəni xarici valyuta dəyişmələrində geriləmələr müşahidə olunacaq və həmçinin ixal və ixracda böyük bir zəifləmələri müşahidə edə biləcəyik. Eyni zamanda Avropada, xüsusilə də Almaniya və Fransa kimi dövlətlərdə elektrik qiymətlərində bu il üçün böyük bir artımlar görünür. Çox sağ olun, minnətdarıq. Bəli, bu qeyd elədiyimiz baş verən hadisələr birbaşa birjalarda öz təsirini göstərir və biz monitor üzərindən bir daha qiymətlərə baxmaq istəyərdik və göründüyü kimi ilk olaraq valyutalar. Elə biraz əvvəl iqtisadçı da qeyd elədi, hal-hazırda avro dollara nisbətən 1,16 səviyyələrində.